Bu gün sizinlə 11-ci sinif buraxılış imtahanlarından istifadə olunan sual tipi haqqında danışacağıq. Bilirik ki, sözün 3 funksiyası var və 11-ci sinif buraxılış imtahanlarında ən çox istifadə olunan sual tiplərindəndir. Müəllim, birinci mətndə daha çox istifadə olunur, yoxsa ikinci mətndə? Əlbəttə ki, hər iki mətndə istifadə edilə bilər. Amma əmması odur ki, daha çox ikinci mətnlərdə, yəni publisistik olan mətnlərdə daha çox istifadə olunur. 29-cu sual. Mətndə altından xətt çəkilmiş sözlərin üslubi funksiyası baxımından cədvəli tamamlayan fikirləri yazın. Bəzən üslubi funksiya deyən kimi şagirdlər sualın üzərindən keçirlər. Funksiya sözü onlara qəribə gəlir. Üslub sözü onlara çətin gəlir. Əslində ən asan bir şeydir. Azərbaycan dilində sözün 3 funksiyası var. Bunlar hansılardır? Birinci, söz həqiqi mənadadırsa informativ funksiya daşıyır. Söz məcazi mənadadırsa poetik məna daşıyacaq. Termindirsə terminoloji məna daşıyacaq. Biz baxaq sözlər bizə 2 söz təqdim olunur. Çünki 2 sütun var, 2 sətr var belə deyək. Baxaq həmin sözlərimiz hansılardır? Mətnimizə baxırıq ki, biri yaralı sözüdür. Bu hissədə yaralı sözümüz var. Bu hissədə isə parçalamağa söz var. Sözlərə ayrılıqda baxmırsınız. Ayrıca olsa parçalamaq həqiqi də olar, məcazi də. Yaralı həqiqi də olar, məcazi də. Cümlə daxilində baxacağıq. Cümləmizdə nə deyir? Amerikalı bioloq Herbert tərəfindən aparılan elmi araşdırmalar göstərdi ki, piranalar əsasən zəif, yaralı və ölümcül heyvanlarla qidalanır. Yaralı heyvan, bəli, heyvanın yaralı olduğunu biz gözümüzlə görə bilirik. Həqiqidir ki, görürük. Həqiqidirsə olacaq informativ. Birinci söz yazırıq, informativ. İkinci parçalamağa cümləni oxuyaq. Onların iti, üçbucaq formaları dişləri sümük və əti asanlıqla parçalamağa imkan verir. Ətin parçalanmasını biz gözümüzlə görə biliriksə, həqiqi mənadadır. Həqiqi mənadadırsa, o zaman informativ funksiya daşımış olacaq. O zaman biz birinci hissəyə yazırıq informativ, ikinci hissəyə bura yazırıq informativ. Sözün funksiyasına sözün özünü yazmırsınız. Bu yanlışdır. Bizdən funksiya soruşur. 3 funksiyadan birini yazacaqsan. Məsələn, informativdirsə informativ, poetikdirsə poetik yazacaqsan. Bizdə hər iki sözümüz həqiqi mənada olduğuna görə informativ yazacağıq. Yazdıq. Birinci cəhətə informativ, ikinciyə informativ. Və deyir ki, sözün başqa funksiyada cümlədə işlədilməsi. Əgər söz həqiqidirsə, informativdirsə, biz onu məcazi, yəni poetik cümlədə işlədəcəyik. Məsələn, yaralı qəlb ola bilər. Onun yaralı qəlbi sevgilisini bağışlamadı. Yaralı qəlb ola bilər. Parçalamaq sözünü hisslərin parçalanması, arzuların, istəklərin parçalanması, onun fikri parçalandı. Bu formada yazsaz, söz məcazi mənada, yəni digər funksiyada işlədilmiş olacaq.